Salam Bakı sakinləri, Fox Avtomobil Klubunu izləyən şəxslər və Fox Avtomobil Klubunun üzvləri. Keçən mövzumuzda biz sizə avtoxuliqanlıqla bağlı danışmışdıq. Avtoxuliqanlıqla bağlı, bizə də çoxlu zənglər gəldi, öyrəndilər, soruşdular ki, necədir, nədir, hamısını başa saldıq bizim vətəndaşlara və bizim klubun üzvlərinə. Artıq söz verdiyimiz kimi mən sizə bu dəfə avtomobildə konstruksiya dəyişikliyi ilə əlavə avadanlıq deyilən bir şeylə bağlı danışacağam. Və mövzumuzda gördüyümüz Mazda 6 avtomobili və ona quraşdırılan avadanlıqlar və edilən əlavələrlə bağlı danışacağıq. Başlayaq ilk öncə konstruksiya dəyişikliyi. Konstruksiya dəyişikliyi avtomobilin konstruksiyasında, yəni avtomobilin konstruksiyası onun skeletidir. Skeletinə aid, yəni avtomobil əgər zavoddan sedan çıxırsa və siz bu sedanı hatchback edirsinizsə, hatchbacki SUV edirsinizsə və yaxud da sedanı 2 qapı edirsinizsə, kupe edirsinizsə və yaxud da hər hansı bir kuzanı getirib kabriolet edirsinizsə, bu zaman avtomobilin konstruksiyasının dəyişikliyi sayılır. Avtomobilin buferləri, bamperi, faraları, diskləri onun konstruksiyasına aidiyyəti yoxdur. Yəni, avtomobilin konstruksiyasına aid olan hissəsi ancaq avtomobilin skeletidir. Və əlavə olaraq deyirlər ki, əlavə avadanlıq. Əlavə avadanlığa da fara sistemi sayılmır, bufer sayılmır, avtomobildə əlavə olunan lip dodaq sayılmır. Bunlar hamısı avtomobilin aksesuarı sayılır. Bamper dəyişdirilə bilər, yəni avtomobildə bamperi rahatlıqla dəyişdirilə bilər. Bunu hörmətli DJ Tural, Avtostopun aparıcısı, o da bildirmişdi ki, buferlər avtomobilin aksesuarı sayılır. Yəni avtomobilin banından deyil. Yəni siz Mercedes avtomobilinə, BMW markalarına, M-paket, AMC hər cür paketlər quraşdıra bilərsiniz. Ancaq qanun nə deyir bu barədə? Qanun deyir ki, avtomobilin marka və modeli dəyişməsin. Siz əgər BMW-nin buferini, məsələn BMW 39 Kuzanın buferini Y60-a qoyursunuzsa və yaxud da Y60-ın 39-a qoyursunuzsa, bu qanunsuzdur. Çünki siz 39 Kuzadan 60 Kuza yığırsınız. Bu, bəli, avtomobilin marka modelini dəyişməkdir. Bu, qanunsuzdur. Əgər avtomobilə bütün qurğuları, bütün bağlantıları uyğun gəldiyi halda bufer quraşdırılırsa, bu qayda pozuntusu deyil. Bu sadəcə olaraq aksesuardır. Çünki bufer istənilən vaxt çıxır, istənilən vaxt qoyulur. Yəni, bu avtomobil banından sayılmır. Lip də eyni dərəcədə. Yəni ki, lips, əgər siz avtomobilə lip əlavə etmişsinizsə, bəzi yol inspektorları, yəni hamısını demirik, aralarında çox bilikli olanlar da var, deyirlər ki, bu əlavə avadanlıqdır. Xeyr, lip avadanlıq deyil. O da eyni zamanda aksesuardır və avtomobilin ön görkəmini artırmış kimi, yəni klirensini azalmış kimi göstərir vizualini. O da belə deyə bilərsiniz ki, avtomobili sizindir, buferi siz artırmışsınız, baydura vurub qıracaqsınız, yollarda qoyacaqsınız, o sizin problemdir, o sizin cibinizə ziyandır. Yəni siz onu qıracaqsınız, gedib düzəltdirəcəksiniz. Yəni o sizin şəxsi cibinizə olan bir zərərdir. Ətraf, yəni onun qanunla bağlı heç bir pozuntusu yoxdur. Nömrəni həmişə soruşurlar bizdən ki, nömrənin sağa vurulması qanunludur yoxsa qanunsuzdur. O da həmçinin nömrənin sağa vurulması tam qanunudur. Sağa və yaxud da sola, aşağı və yaxud da yuxarı vurulması tam qanunudur. Dövlət qanunları deyir ki, dövlət qeydiyyat nömrə nişanı avtomobilin ön hissəsində olmalıdır. Ön hissəsi, yəni avtomobilin önü. Buradan buraya qədər istənilən yerdə avtomobilin nömrəsi quraşdırıla bilər. Əsas odur ki, aydın və rahat görünə bilsin. Başqa danışa bilərik faralardan. Faralara quraşdırılan ksenonlar ən çox problemlərdən olan biridir. Bəli, yəni bunu hamımız bilirik, bunu avtomobil sürücüləri də bilir ki, avtomobilə quraşdırılan əlavə ksenon faralar qadağandır. Yəni bunu biz qəbul etməliyik. Çünki avtomobilin konstruksiyasında, avtomobilin elektrik şəbəkələrində ksenon faralar üçün kabellərmi, ştekerlərmi, keçidlərmi, yəni nəzərdə alınmadığına görə və yaxud da qoruyucuları nəzərə alınmadığına görə ora ksenon qoyulması qəti qadağandır. Çünki ksenon adi qalagenlərə nisbətən çox enerji tələb edir. Əgər sizin avtomobilinizdə ksenon blok daxilindədirsə, problem yoxdur. Ksenon fara qoyursunuz. Bu Mercedesin çeşkalarında, yəni çeşka deyən C klasslarında, Y klasslarında və s. BMW-lərin 34 kuzalarında, 39 kuzalarında yəni olduğu kimi ksenondursa ksenon qoyursunuz, qalagensə qalagen qoyursunuz. Məsləhətdir, qalagen qoyursunuz. Yəni ksenonun olsa bir xeyri yoxdur. Sadəcə gözəlliyi verir ki, faralar ağ rəngdə yanır. Növbəti mövzumuz, yəni ön hissədən arxaya gedirik burada. Gəlirik parpreslərə. Şüşə. Qanun bu barədə nə deyir? Qanun deyir ki,
siz bu şüşələri tündləşdirə bilərsiniz. Yəni problem yoxdur. Ancaq plyonka istifadə etməməyi şərti ilə. Əgər sizin avtomobiliniz üçün, yəni deyək ki, bu Mazda üçün zavod istehsalı antiblik və yaxud da tündləşdirilmiş xamilyon parpres buraxılırsa, istehsal olunursa və o bizim dövlətin normativlərini pozmursa, yəni bu normativ əsas şərtdir. Pozmursa, siz bu parpresi asanlıqla dəyişə bilərsiniz, heç bir problem olmadan. Eyni zamanda bu yan şüşələr, bunlar da tündləşdirə bilər. Əgər yəni normativ qaydalar pozulmursa, zavod istehsalırsa, siz bura plyonka vurmamısınızsa, tam qanunudur. Bunun heç bir aidiyyəti yoxdur. Yəni əsas odur ki, dövlətimizin qanunlarını pozmayaq və normativlərini pozmayaq. Və şəhərimizin əksər sürücülərinin dərd yeri, qara yeri olan disklərdən danışacağıq. Disklər barədə biz nə deyəcəyik? Disklər də eyni zamanda, yəni Azərbaycanda bir daha təkrar edirəm, tuning qadağan deyil və tuningə qadağa yoxdur. Əsas odur ki, siz tuning etdiyiniz zaman bizim dövlətin qaydaları və normativləri daxilində edəsiniz. Bu disklər əgər avtomobiliniz üçün nəzərdə tutulubsa, siz bunu rahatlıqla qoyub sürə bilərsiniz. Heç bir problem olmadan. Yəni yol polisi də sizdə heç bir şey deyə bilməz. Əgər sizin avtomobilinizdə 18 və 19 nəzərdə tutulubsa, siz 18 və 19-u rahatlıqla qoya bilərsiniz. Əgər yazılıbsa 16, 17, sizin ora 18 qoymağınız qəti qadağandır. Çünki bunu zavod təyin eləyir ki, bu avtomobil üçün 16 və 17 qoyulmalıdır, vəsə qutardı getdi. Avtomobilin kitabçasında 16 yazıla bilər. O bir normativ deyil, o sadəcə zavodun məsləhət gördüyüdür, 16. Amma tam dərinliyində gedilərsə, avtomobilin banında 16, 17, 18, 19 yazılarsa, o 4 ölçünün 4-ünə də icazə vardır. Yəni, belə bir maraq üçün klubumuzun bir üzvünü dövlət yol polisləri saxlamışdı. Y-Class W211. Deyirdilər ki, səndə 16 olmalıdır, sən 18 qoymusan. Cərimə meydançasına aparırdı. Biz getdik həmən yerdə inspektora sübut elədik, göstərdik ki, bu avtomobil üçün 16, 17, 18 nəzərdə tutulur. Təkərlərə baxdı 245, 40, 18. Avtomobilin təkərlərinə baxdı 245, 40, 18. İnspektor sənədləri geri qaytardı ki, sürücü üzr istəyirik, səhv anlaşılmazlıq olub. Və biz yolumuza davam elədik. Yəni əsas qanun budur. Əgər siz normativ tələbi pozmursunuzsa, yol polisi sizə heç bir cərimə tətbiq edə bilməz. Əsas odur ki, normativləri öyrənin, normativlərə baxın. Fərqi yoxdur. Hansı marka disk olur olsun, hansı brenddən, hansı ölçüdə, hansı enlilikdə fərqi yoxdur. Əsas odur ki, 16-dırsa 16, 19-sa 19 və yaxud da 20-dirsə 20. Və gəlirik yenə avtomobilə quraşdırılan avadanlıqlara. Bu dəfə bizdə üst haqqında danışmırıq. O aydındır ki, avadanlıq və yaxud da heç bir qurğu sayılmır. Onu deyə bilərik ki, yəni çox adamlar bunu quraşdırmaq istəyir. Çünki avtomobilin arxasına velosiped götürücü qoyduqda velosiped bəzən avtomobilin banını cızır. Yəni orada pedallar ilişir, cızır. Ona görə hamı üstə qoymaq istəyir. Bunun da heç bir qayda pozuntusu yoxdur. Əgər avtomobilinizdə bu railing deyilir, railingləri quraşdırmağa yer varsa, bağlama yeri varsa, siz bura altdan deşik açıb, skoç ilə, iki tərəfli skoçlar ilə bağlamırsınızsa və yaxud da bura şurupla rezbalamırsınızsa, heç bir qayda pozuntusu yoxdur. Nəzərdə tutulubsa, qoya bilərsiniz. Heç bir problemi yoxdur. Və spoiler. Spoiler də eyni zamanda olduğu kimi, spoiler də qadağan deyil, spoiler də avtomobilin banından deyil, spoiler də bir aksesuardır. Yəni, bunu deyirəm, biz çox inspektorlarla rastlaşmışıq, çox inspektorlarla danışmışıq bu barədə. Bəzi inspektor deyir ki, bəli, biz anlayırıq, bu aksesuardır, sizin disklərinizin ölçüsü düzgün gəlmir. Disklərdən danışırıq. Bəzi inspektorlar deyir ki, xeyr, sizə 19-a icazə var, amma siz bu spoileri sonradan qoymusunuz. Bu spoiler sonradan qoyulmayıb və qoyulmağı da heç bir qadağan deyil. Yəni, bir daha təkrar edirəm, hörmətli DJ Tural bu barədə dəfələrlə danışıb, deyib ki, bunlar qadağan deyil, amma yenə də sürücüləri bunlar ilə, bu spoilerlər ilə, bu disklər ilə, buferlər ilə cərimələyirlər. Və sonrası avtomobili quraşdırılan səs boğucular. O da çox sürücülərin yaralı yeridir. Deyir, mənim quluş dilim, səs boğucum səs eləyir, inspektor məni saxlayıb cərimələyir. Yenə də gəlirik dövlətimizin qanunlarına və dövlətimizdə olan normativlərə. Qanun bu haqda nə deyir? Qanun deyir ki, səs boğucusu, yəni dəm qazının ixracatı və səs ilə
təsəssüf nəzərdə tutulmuşdur ki, yəni o avtomobillə xaric olan dəm qazlarını filtr eləsin və səsini boğsun. Səs boğucu onun üçün deyilir. Ona görə onun normativi vardır. Necə? İnspektor sizi saxlayıb, sizə deyir ki, sizin səs boğucunuzdan səs gəlir. Normaldır, səs boğucudan səs gələr. Galenwagenlər var, X5'lər var, M5'lər var, M3'lər var və s. Elə bu avtomobilin özündə də səs var. Sadəcə olaraq bu səslər normativ tələbləri pozmur. Ona görə bunlara icazə var. Əgər siz sizin avtomobil üçün nəzərdə tutulmuş səs boğucunu, səs qazanını quraşdırırsınızsa və həmən səs boğucu sizin normativləri, ölkəmizin normativlərini pozmursa, siz yenə də qayda pozmuş deyilsiniz. Bunun üçün nə etmək lazımdır? Bunun üçün Azərbaycan Respublikasının 83-cü maddənin 3-cü bəndi deyir ki, əgər siz hər hansı bir qaydanı pozmusunuzsa, bu qaydanı sizə isbat etmək yol polisinin öhdəsinə düşür və yol polisi o pozuntunu sizə xüsusi avadanlıq ilə ölçüb sübut etməlidir. Quluş dili səs boğucunu ölçmək nə iləndir? Şumamerləndir, səs ölçüsü iləndir. Desibelmetr deyirlər. Onunla ölçməlidir. Onun ölçməyinin qaydası var. Yəni onu hal-hazırda gəlib şəhərin burasında ölçmək olmaz. Yol qırağında ölçmək olmaz. Dövlət yol polis idarəsində ölçmək olmaz. Şəhərin mərkəzində, mərkəzi küçələrində ölçmək olmaz. Tam qadağandır. Həmən səs ölçmənin öz qaydası var. Sakit yer olmalıdır, açıq sahə olmalıdır, yol qırağına yaxın olmalıdır, yaşayış sahəsi olmalı deyil. Və ondan sonra ölçdükdən sonra, əgər deyək ki, bəli, yol polisi gəldi, tam düzgünü ilə sizin avtomobilinizin səs boğucusunu ölçdü, ondan sonra gəlir normativə. Normativ isə biraz tupikdir. Niyə? Çünki Azərbaycan Respublikasında səs boğucuların normativi yoxdur. Çox həyif ki, yoxdur. Ona görə bizim qanunlarda bu olmadığına görə biz üst tuturuq Avropa və Viyana konvensiyasına. Orada isə 84 desibel göstərir və yaxud da 90 desibel göstərir. Ona görə yəni əvvəlcə ölçmək lazımdır, bilmək lazımdır neçə desibeldir və ondan sonra normativlərə üst tutmaq lazımdır. Və bizdən xahiş etmişdik və hətta orada qeyd eləmişdilər ki, biz bu avtomobilin tuninginin qeyd olunması ilə bağlı danışaq. Avtomobilin tuningi, stylingi və yaxud da hər hansı bir dəyişikliyi texpasportda qeyd olunmur. Yəni mən bunu və sair şəxslər, bilici şəxslər, ekspertlər də bildirib ki, avtomobildə orada yazılmalı deyildir ki, avtomobil Mercedes-Benz W212 kuzadır və bu AMC paketə avadanlaşıb. O tam qanunsuzdur. Niyə görə? Çünki biz də bu avtomobili qanunla rəsmiləşdirdik, amma texpasportda heç bir əlavə qeyd olunmadı ki, bu avtomobil tuning olunub, bu avtomobil hər hansı styling olunub, disklər dəyişilib və yaxud da buferdə artırım olub. Xeyr, bu avtomobil tam olaraq qanuni sənədləşib, texpasportda qeyd olunmadan. Texpasportda texniki sənədə əlavənin yazılması qanunsuzdur. Bunu yəni deyirik, bilin və hüquqlarınızı tələb edin. Ora M paket yığılıb, AMC-yə avadanlaşıb, Brabusa avadanlaşıb və s. sözlərin yazılması tam qanunsuzdur. Niyə görə? Bu avtomobili sənədləşdirdiyimiz zaman biz Respublikanski Dövlət Yol Polis İdarəsinə üzümüzü tutmuşduq. Orada texniki şöbə ilə söhbət eləmişdik, oranın rəisi ilə danışmışdıq, qeydiyyat şöbəsinin rəisi ilə danışmışdıq, görüşmüşdük. Onlar bildirdilər ki, texpasport, texniki kitabçıları biz tərtib edirik və orada elənçinə əlavə qeydlərin edilməsi tam qanunsuzdur. Orada ancaq qeyd oluna bilər ki, bu avtomobil hatchback idi, sedan olub, sedan idi, SUV olub. Ancaq belə seriozlu, yəni konstruksiyada olan dəyişikliklər barədə qeydlər orada aparılmalıdır. Avtomobilin marka və modeli dəyişmirsə, qeydiyyata ehtiyac yoxdur. Hörmətli dostlar, əgər bu Mazda'dır, Mazda 6 qalıbsa və yaxud da Mercedes 211-dirsə, 211 qalıbsa, 212 olmayıbsa və yaxud da BMW Y90-dırsa, Y90 olaraq qalıbsa, sadəcə M paket buferlər quraşdırılıbsa, heç bir aidiyyəti yoxdur. Bir də yadımdan çıxmamışkən bir şeydə əlavə edim. Quluş dillər barəsində. Bu avtomobildə zavodskoy, zavoddan gəlmə 2 ədəd quluş dildir. Amma bəzi sürücülərə deyirlər ki, səndə 2 ədəd quraşdırılıb, amma səndə 1 ədəd olmalıdır. Onun da qayda pozuntusu yoxdur. Əgər siz iki boğucu arasında əlaqə yaratmamışsınızsa, əgər sizdə bu
deyək ki, səs boğucu zavoddan gəlmədirsə, siz bunu sonradan quraşdırmısınızsa, yəni sadəcə olaraq qaynaq etmisinizsə, heç bir bağlantısı yoxdur, heç bir tüstü çıxmır və s. Bu qayda pozuntusu deyil. Bu sadəcə olaraq stylingdir. Yəni siz avtomobiliniz 2 motordur, siz 2.4 olan motora, 2.5 olan motorlara bənzətmək istəyirsiniz deyə bunun vidini dəyişirsiniz ki, gözəl görsənsin. O heç bir konstruksiyaya və yaxud da isə əlavə avadanlığa aidiyyəti yoxdur. Bir dənə quluşdil səs boğucu işləyirsə, işləyir. Dəm qazı eyni ixrac olunur, səs artımı yoxdursa, yoxdur. Buna görə sizə yol polisi cərimə yaza bilməz və sizi cərimə meydançasına apara bilməz. Hörmətli sürücülər. Və əlavə olaraq bir şey bildirmək istəyirdim ki, Azərbaycanda Air Suspension hava ilə idarə olunan amortisatör sistemləri hələ də məşhur deyil. Mercedes-in bəzi kuzalarında, W211-lərdə və S-klasslarda pnevma podveska deyilir. Yəni bizim dilimizdə pnevma kimi çıxır, amma ingilis dilində Air Suspension deyilir. Həmən avadanlığın da avtomobilə quraşdırılması qadağan deyildir. Gördüyünüz kimi bu avtomobildə, zəhmət olmasa çəkərdiniz bir dənə oranı yaxından, avtomobildə pnevma askı quraşdırılıb, ön hissədə, arxa hissədə hamısı ayrı-ayrılıqdadır. Avtomobilin həmən askı sistemləri Amerikanın D2 Racing və Airlift Performance firmaları tərəfindən istehsal olunub və quraşdırılıb və quraşdırılmasında heç bir konstruksiya dəyişikliyi edilməyib və normativ qaydalar pozulmayıb. Yenə də, əgər siz avtomobilinizə Azərbaycanda, yəni bizim ölkədə pnevma askı quraşdırmaq istəyirsinizsə, quraşdırın. Sadəcə olaraq qanunumuzun normativ tələblərini pozmayın. Qanun sizdən ancaq bunları tələb edir. Normativ tələbləri pozmayın. Əgər normativ tələblər pozularsa, oxlar üzərində kütlənin düzgün paylanmarsa və əyləc sisteminə müdaxilə olarsa, o zaman 342-nin 2-ci bəndi ilə sizin avtomobiliniz 150 manat cərimə edilir, cərimə meydançasına qoyulur. Nasazlıq aradan qaldırıldığından sonra siz gedib avtomobilinizi oradan götürə bilərsiniz. Elə bir problemlə rastlaşdırmaq istəmirsinizsə, mən bütün sürücülərimizdən, bütün Azərbaycan xalqından xahiş edirəm ki, avtomobillərini qanun çərçivəsi tüning eləsinlər, avtomobillərini bizim qanunun normativləri daxilində tüning eləsinlər ki, heç bir problemlə rastlaşmasınlar. Çünki bizim kluba dəfələrlə yazılır, bizə kömək edin, biz cərimə meydançasına salıblar, bizi belə eləyiblər, bizi protokol tərtib ediblər, biz neyiniyək və yaxud da protokol tərtib olunmayıb. Yenə deyirəm, öz hüquqlarınızı bilmək lazımdır. Burada sadəcə olaraq bizi də cərimə meydançasına sala bilərlər, salmırlar. Çünki biz qanunu bilirik, qanunla danışırıq və avtomobilimiz normativ qaydaları pozmur və dövlətimizin qanunlarına qeyri-zid hərəkətlər, qeyri-zid tüninglər, əlavələr olunmayıb. Ona görə biz avtomobilimizi Bakı şəhərində rahat idarə edə bilirik, üzr istəyirəm. İdarə edə bilirik. Çoxları yolda soruşur, necə idarə edirsiniz, niyə görə dövlət yol polisi ilişmir? Çünki avtomobil normativ qaydaları pozmayıb və avtomobil tam qanuni şəkildə tüning olunub və bu tüning haqqında barəsində bizim bu avtomobilə görə sənədimiz var. Heç bir yol polisi də bu sənədə etiraz etmir. Saxlayırsa, inspektor özünü təqdim edir. Biz deyirik, avtomobil tam qanunudur. Deyir, sənədləri təqdim edən texpasport ilə, texniki kitabça ilə bircə o sənədi təqdim edirik. İnspektor həmən sənədi oxuyur və deyir ki, gedə bilərsiniz vətəndaş. Burada artıq heç bir şey yoxdur. Əsas olan günah bizim sürücülərdədir ki, həmən bu qaydaları bilmirlər və tam qeyri-qanuni tüninglər edirlər, avtomobilin yaylarını kəsirlər, avtomobilin yaylarını isidib, onları qısaldırlar, deformasiyaya uğradırlar. Bunlar tam olaraq qanunsuzdur, yoldaş sürücülər. Tüning olmalıdır qanunla və qanunla olunan tüning Azərbaycan Respublikasına qadağan deyildir. Bu qədər sizinlə danışdıq. Sizinlə bu gün Mr. Fox idi. İnşallah gələn mövzumuzda BMW olacaq və BMW-də olan dəyişikliklərlə və BMW-də olan tüninglər haqqında danışacağıq. Bizimlə olun. Allah sizi qorusun. Sağ olsun.